Salam əziz şagirdlər, bu videoda yerin daxili quruluşu, yer qabını təşkil edən süxurlar və minerallar mövzusunu izah edəcəyik. Öncə qeyd edək ki, abituriyentlər üçün bizim sınaq qrupumuz, yəni quiz qrupumuz, mövzu quizləri qrupumuz mövcuddur. Hazırlıq keçən müəllimlər və abituriyentlər qoşularaq oradakı mövzu testlərini işləyərək özlərini daha da təkmilləşdirə bilərlər. Həmçinin də onlayn hazırlıqlarımıza qeydiyyat davam edir. Birinci suala baxaq. Maqmatik süxurlar yaranır. Necə yaranır? Maqmatik adından göründüyü kimi maqmanın, yəni yerin daxilində olan ərimiş maddənin yer səthində və yaxud da yer qabığında soyuması nəticəsində e, maqma yaranır. Maqmanın yer qabığında və yer səthində soyuması nəticəsində yaranır. Süxurların nisbi yaşı necə müəyyən edilir? Süxurların nisbi yaşı süxurların yatım ardıcıllığına və süxurların tərkibində olan daşlaşmış bitki və heyvanat qalıqlarına görə müəyyən edilir. C variantı doğru variantdır. Kars prosesinin intensiv getdiyi, inkişaf etdiyi süxurlar müəyyən edir. Asan yulan süxurlar olmalıdır burada təbii ki. Asan yulan süxurları əhəngdaşı və gips aiddir. Qranit bərkdir, bazalt bərkdir. Sonra daş kömür yanardı. Travertin olmaz. Yəni doğru cavab Y variantı olacaq. Dördə baxaq. Maqmatizm nədir deyir. Maqmatizmin tərifi burada elə A variantda verilir. Maqmanın yer səthində doğru hərəkəti ilə baş verən proseslərin məcmusu adlanır. Qeyri-üzvi çökmə süxurlara aiddir. Qeyri-üzvi. Var üzvü. Üzvülər hansılar idi? Üzvülər əsasən yanar, torf, sonra neft idi və daş kömürü idi. Bunlar çıxandan sonra qum, çaydaşı, gilt, sıngıl bunlar qeyri-üzvi çökmə süxurlardır və qırıntılara aiddir. Çökmə mənşəli faydalı qazıntıları seçsin. Xörək duzu, dəmir filizi çökmə deyil, maqmatikdir. Filizlər maqmatikdir. Filizləri çıxın. Filizləri çıxdıq. Sonra qalırıq B ilə D arasında. Burada da alinit filizini çıxdı. Neft, əhəngdaşı və fosforit aid olacaq. 7 nömrəli tapşırığa baxaq. Faydalı qazıntı yataqlarının yerləşməsi nədən asılıdır? Təbii ki, ərazinin geoloji quruluşundan asılıdır. Çökmə, maqmatik metamorfik mənşəli süxurların ardıcıllığının verildiyi hissəni müəyyən edir. Müvafiq olaraq deyirsə, deməli birinci çökmə olmalıdır. Əhəngdaşı çökmədir. Bazalt maqmatikdir. Mərmər isə metamorfik süxurdur. B bəndi doğru bənddir. Müvafiq olaraq qırıntı kimyəvi və üzvi mənşəli süxurları müəyyən edir. Qırıntıdırsa çınqıldan söhbət gedir. Sonra çınqılı götürə bilərik. Məsələn, bazalt maqmatikdir. Kalium duzu kimyəvidir və mərmər metamorfikdir. Ona görə çınqılla başlamalıyıq. Sonra kimyəvi deyirsə, kimyəvi element olan xörək duzunu götürə bilərik və üzvi mənşəli yanar faydalı qazıntını götürə bilərik. Y variantı doğru variantdır. 10 nömrəli tapşırığa baxaq. Kars prosesinin intensiv inkişaf etdiyi süxurları seçin. Asan yulan süxurlar olmalıdır. Əhəngdaşı gips və dolomit aiddir. Yəni, Y bəndi olacaq. 11 nömrəli suala baxırıq. Metamorfik süxurların yaranma səbəbi yüksək təzyiq və temperatur altında süxurların dəyişməsidir. Kimyəvi çökmə süxurları müəyyən edildi. Suda həll olunan maddələrin çökməsindən yaranan deməli süxurlar adlanacaq. Qədim dağlıq ərazilərdə zəngin filiz faydalı qazıntıların olmaları nə ilə əlaqədardır? Təbii ki, aşınma nəticəsində kristallik maqmatik süxurların yer səthinə çıxması ilə əlaqədardır. Yəni, xarici qüvvələrin təsiri ilə parçalanır, üz çökmə qat yuyulur və maqmatik, metamorfik süxurlar, kristallik süxurlar yer səthinə daha yaxında yerləşir və yaxud da səthə çıxır. Beləliklə, filiz faydalı qazıntılardan maqmatik mənşəli olduğuna görə həmin ərazilərdə filiz faydalı qazıntılar geniş rast gəlinir. Sxemə əsasən rəqəmlərə uyğun gələn süxur növlərini müəyyən edin. Təbii ki, 1 kristallik binövrədir, 2 isə çökmə qatdır. Çökmə qatda olar, 2 çökmə qat olacaq. Çökmə qatda da əsasən yanar faydalı qazıntılar olar. 1 isə maqmatik süxurlar olar. Və baxaq görək. Bir də maqmatik metamorfik süxurlar ola bilər. Yerin dərinliyində kristallik binövrə qatda. 2-də isə çökmə süxurlar olacaq. Doğru cavab bəli 14-də D variantı olar. Sonra süxurların hansı yatım formaları verilir? Təbii ki, qalxanlar antiklinallar, enənlər isə sinklinaldır.
Və bu gördüyünüz vəziyyət antikinal və sinkinal adlanacaq. B bəndə olacaq. Maqmatik mənşəlidir. Dəmir filizi, mis filizi və nikel və filizlər hamısı, bütün filizlər maqmatik mənşəli hesab edilir. Litosferi əmələ gətirən təbəqələr yer qabığı və üst mantia. 1, 3. Yerin nüvəsinin hansı elementləri üstünlük təşkil edir? Təbii ki, burada dəmir üstünlük təşkil edir və nikel, uran üstünlük təşkil edir. 3, 5, 6. D bəndi. Filiz faydalı qazıntıların verildiyi sıranı seçin. Filizlər əsasən metallardır. Burada da söhbət dəmir, mis və polimetal filizlərindən gedir. Əhəngdaşı filiz deyil, gips filiz deyil, daş duz, yanar şist filiz deyil, gips filiz deyil, təbii qaz, xörək duzu filiz deyildir. 20 nömrəli tapşırığa baxaq. Yanlış seçin, yəni uyğun gəlməyən. Filiz faydalı qazın bura yanar verib, bura isə filiz. Təbii ki, 1-ə daş kömür, yəni 1-ə daş kömür, yəni yanar gedir. 2-yə torf yanardı, gedir. 3-ə torf daha doğrusu gedir. 2-yə əhəngdaşı yanar deyil deyə, bax bu yanlışdır. 4-ə boksit filizdir deyə gedir. 5-ə dəmir filizdir gedir. Deməli, D variantı getməyəcək. Sxemə əsasən suxurların yatım ardıcıllığına görə nisbi yaşının azalan sıra ilə müəyyən edin. Təbii ki, ən altda yatan ən qədimdir, yəni kvarsit ən altda yatır. Sonra qranit, sonra gil, sonra isə qum. Y variantı olacaq. Üstə yatan cavan, altda yatan isə qədimdir. Aşağıdan yuxarı doğru ardıcıllıqla düzmək lazımdır. 22. Uyğun bəndi seçin. Gil nəyə çevrilir? Təbii ki, gilli şistə çevrilir. Qneys nədən alınır? Qranit qneysə çevrilir. Əhəngdaşı mərmərə çevrilir. Deməli, D bəndi doğrudur. Suxurlarla bağlı uyğunluğu müəyyən edin. Kimyəvi qırıntı və üzvü. Kimyəviyə aid idi kimyəvi elementlər. Məsələn, duz elementdir. Duzu götürəcəyik. Sonra qırıntıya aid idi qum, tikinti materialları, yəni çınqıl. Üzvüyə aid idi yanar, yəni torf və daş kömür. 5, 6. Gips də kimyəvidir deyə biz 2, 3 götürəcəyik. 1-ə 2, 3, 1, 4, 5, 6. Yəni B bəndi sualın doğru bəndidir. Efüziv maqmatik mənşəli suxurların əmələ gəldiyi şərait. Əsasən maqmanın yer səthinə çıxması və soyunması nəticəsində olur. Yer səthinə çatmamış soyunması bu intruziv suxurlardır. Lavanın səthə çıxması ilə yaranır. Suxurların mütləq yaşı necə təyin edilir? Radioaktiv maddələrin parçalanma müddətinə görə. Cənubi Afrikanın filiz faydalı qazıntıların zəngin olmasına ilə bağlıdır. Təbii ki, maqmatik, kristalik suxurların üstünlük təşkil etməsi ilə. 26-da A bəndi olacaq. 27. Şimali Afrikada neft, qaz, fosforit yataqları. Bunlar çökmə mənşəli suxurdursa, təbii ki, çökmə suxurların üstünlük təşkil etməsi ilə bağlıdır. Doğru cavab A bəndi olacaq. 28. Göstərilmiş məntəqələrin hansında fiziki aşınma zəif olar? Fiziki aşınma səhralarda çox olur. Baxın, 1, 3, 2. Burada səhralardır deyə aşınma intensivdir. Harada zəifdir? Təbii ki, 4, 5, 6-da. Rütubətli ərazilərdə. Göstərilmiş məntəqələrdə hansında fiziki aşınma intensiv olur? Səhralarda. Birinci, ikinci və üçüncüdə. Cədvələ əsasən suxurların düzgün verilmədiyi variantı müəyyən edin. Qırıntı, çay daşı, qum, çınqıl düzdür. Kimyəvi, gips, xörək duzu, dolomit düzdür. Üzvi yanarlar verilib düzdür. Metamorfik, kvarsit, qneys, almaz. Düzdür. İntrüziv suxurlara verib pemza bazalt. Bilirsiniz ki, pemza və bazalt nəyə aiddir? Bunlar intrüziv yox, efüziv suxurlara aiddir. Doğru cavab B bəndə olacaq. 31. 31. Səbəb nəticə əlaqəsi verilmişdir, deyir. Uyğunluğu müəyyən etməyimizi istəyir, açıq sualdır. Səbəb nəticə. Yerin daxilində radioaktiv elementlərin parçalanması nəticəsində yüksək temperatur şəraiti yaranır. Yüksək temperatur nəticəsində qumdaşı əriyir, mərmərə çevrilir. Qumdaşı mərmərə çevrilmir. Qumdaşı kvarsitə çevrilir. Astnosfer üzərində maddələrin yerdəşməsi baş verir, litosfer havalar hərəkət edir. Düzdür. Qranit qatı formalaşmamışdır. Okean yer qabığı daha nazikdir. Okean yer qabığı niyə nazikdir? Qranit qatı formalaşmayıb da düzgündür.
Yer qabığının üst mantia birləşir, daha hərəkətli astronosfer qatını yaradır. Xeyr, yer qabığı və üst mantia litosferin yaranmasına səbəb olur. Arxeid və proterozoy eralarında canlı orqanizmlər aşkarlanmamışdır. Fanezoy eonuna aiddir. Xeyr, kriptozoy eonuna aiddir. 1, 3, 4 sualın doğru variantıdır. Doğru fikirləri müəyyən edin. Mezozoy erası paleozoydan cavan olsa da, davam etmə müddəti daha çox olmuşdur. Yanlış fikirdir. Mezozoy paleozoydan cavan olmuşdur, amma davam etmə müddəti daha çox olmuşdur fikri. Təbii ki, səhvdir. Daha az olmuşdur. Ən çox paleozoy, sonra mezozoy, sonra isə kaynozoy davam etmişdir. Yəni qədimdən cavana doğru dövr etmə müddəti də azalır. İlkin neft yataqları proterozoyda yaranmışdır fikirdə səhvdir. Böyük xinqan kap paleozoyda yaranıb, düzdür. Şərqi Afrika yaylası fəal seysmikliyi ilə seçilir. Bəli, burada seysmik fəallıq müşahidə edilir. Cavan platforma kaynozoy erasında yaranmışdır. Səhvdir. Cavan platformalar paleozoyda yaranıb. Qədim platformalar isə arxaik proterozoyda yaranıb. Avstraliya platformasının ərimə zonlarında kristallik bünövrət çox dərində yerləşir. Avstraliyanın platformanın ərimə zonlarında kristallik bünövrət çox dərində yerləşir. Təbii ki də platformanın ərimə olan yerlərdə, platformanın ərimə sahələrində kristallik bünövrə ümumiyyətlə aşağıda yerləşir. 3, 4, 6 doğru bənddir. Cədvələ əsasən uyğun sıranı seçin. Sakit okean tavasının subduksiya zəlzələsi tez-tez baş verməsi vulkanların fəallığı ilə fərqlənir. Təbii ki, bu doğru fikirdir. Platformanın daxili doğru fikir doğru verilib. Platformanın daxili quruluşuna görə iki qatdan ibarətdir. Doğru fikirdir, amma yanlış verilib. Böyük su harici dağlar geoloji yaşına görə Şərqi Avropa platformasından daha cavandır. Doğru fikirdir, amma yanlış verilib. Şərqi Avropa platforması arxeik proterozoy yaşlıdır. Böyük su harici dağlar isə paleozoy yaşlıdır. Şimali Amerikada litosfer tavası Avrasiya litosfer tavası ilə divergent zonası yaradır. Doğru fikir doğru verilib. Vulkanik lava sıyıq olduqda o ətraf ərazilərə yayılır, yamacları örtür, çökəşliklərlə dolur. İfadəsi də doğru ifadədir. Şimali və Cənubi Amerika litosfer tavaları qərb istiqamətdə hərəkət edir. Şimali və Cənubi Amerika qərb istiqamətdə hərəkət edir fikri düzdür, amma yanlış verilib. Bizə uyğunları soruşur deyə 1, 4, 5 olacaq. 1, 4, 5. 34-cü suala baxaq. Geotermik pillə kiçikdir geosinklinallarda, seysmik cəhətdən fəal ərazilərdə, yəni İran yaylasında, Hindiquş dağlarında. Geotermik pillə böyükdür. Bir də burada təbii ki, Meksika yaylasını deyəcəyik. Geotermik pillə böyükdür La Plato balığında, yəni platformada, bir də Orta Sibirdə. 1-ə B, C, Y, 2-yə A, D. Kimyəvi çökmə metamorfik süxurlar verir. Kimyəvi çökmə efuzif maqmatik və metamorfik süxurlar. Qranit və qneis qranit qneysə çevrilir də, düzdürmü? Ona görə biz bunu heç birinə aid edə bilmərik. Çünki qranit intruzivdir, qneys isə metamorfik süxurdur. Ona görə bunlar eyni qrupa daxil deyil. Xörək duzu gips kimyəvi süxurlara aiddir. B bəndi. Bazalt vulkanik şist. Vulkan şisti bunlar efuzif süxurlara aiddir. Almaz və qneys metamorfik süxurlara aiddir. Kvarsit mərmər metamorfikə aiddir. 1 B, 2 C, 3 D, Y. Belə, bu mövzuda bura qədər oldu. Düşünürəm ki, faydalı oldu. Faydalı olsa videonu bəyənin və kanala abunə olun.